Salam dostlar. Növbəti video ilə sizin qarşınızdayım. Üzrlü sayım biraz gec oldu. İlk öncə bu videoda Green Card lotereyasının doldurması ilə bağlı danışacağım. Niyə? Çünki mən 16 il müxtəlif səhvlər eləmişəm. Bəlkə səhvlər eləməmişəm, mən zənn edirəm. Amma düşünürəm ki, səhvlər eləmişəm. Hansı səbəblərdən ki, Green Card lotereyasını dolduranda o səhvlər ucbatından bəlkə də lotereya iştirakçısı olmamışam. Və sonda 16-cı il yəqin ki, düz doldurmuşam və ehtimal edirəm ki, düz doldurduğum üçün iştirakçı olmuşam və qalib olmuşam. Səhvlər nədən ibarətdir? Mən ilk dönəmlərdə 2009-cu illərdə doldurarkən middle name yerinə demək olar ki, son dönəmlərə qədər middle name yerinə ata adını yazırdım. Əslində middle name bizdə yoxdur. Kiminki 2 adı var, onlara aiddir. İkinci vacib nüanslardan biri ölkə seçimi hissəsi var. Orada doğulduğun ölkəni qeyd eləməlisən. Çünki bizim lotereyada hətta doğulduğu ölkəni düz seçməyən uşaq var idi, hansı ki yoxlamaya qaldı. Viza aldı sonunda, amma Rusiyada doğulmuşdu, amma Azərbaycan qeyd eləmişdi. Doğulduğun ölkədən verirsən lotereyaya və doğulduğun ölkənin iştirakçısı kimi sayılırsan. Yəni deyək ki, Rusiyada doğulmusansa Rusiyadan verirsən lotereyada və Rusiyadan iştirak eləmiş kimi sayılırsan. Üçüncü mən hesab edirəm ki, bu da nəzərə alınmalıdır. Əslində bir cəmi 2-3 nüansdır. Üçüncü nüans ondan ibarətdir ki, şəkil yükləyərkən, indi şəklin parametrlərini falan internetdən araşdırma eləyə bilərsiniz. Amma şəklin adına öz ad familiyanızı yazmanız düşünürəm ki, doğru olar. Və bu nüansları əsas etibarilə nəzərə almağınızı istəyirəm. Çünki bu nüanslar vacibdir, amma hal-hazırda lotereya yoxdur. Ona görə bu mövzu haqqında çox da danışmaq istəmirəm. Lotereyanı doğru doldurduqdan sonra, qalib olduqda biraz fərqli səhifə açılır. Həmişə 15 il idi mən eyni səhifəni görürdüm. Siz qalib deyilsiniz səhifəsi, amma qalib olanda biraz fərqli səhifə açılır və orada bir məktub ərizə formasından, bir məktub formasında olur səhifə və orada sizin case nömrəniz olur. Ən vacib nüanslardan biri, ən vacib nüans məhz elə case nömrəsidir. Çünki case nömrəsi nə qədər aşağı rəqəmdirsə, mən düşünürəm ki, 10 minlərə qədər olan case nömrələri 100% viza dəvət alırlar, viza alır, gedirlər. 10 min, 20 min aralığı bir 70-80% alırlar, gedirlər. 20 mindən yuxarıda şanslar 50-50-yə düşür. 30 mindən yuxarıda demək olar 20%-ə düşür və 40 mindən yuxarı sıfıra bərabərdir. Bu niyə, yəni normal şərtlərdən danışıram mən. 10 minin 100% getmə halı normal olmayan şərtlərdə də 100%-dir. Çünki əsas indi pandemiyada biraz fərqli oldu. Nə bilim, indi Trumpın hakimiyyəti dönəmində bəzi pauzalar var falan. Bunlar force majorlardır da. Amma genəldə 10 minə qədər olan insanlar həmən gedə bilirlər, viza ala bilirlər ilk 3-4 ayda. May ayında qalib olursan, sentyabr ayına qədər, daha dəqiq desəm avqust ayına qədər sadəcə divi formanı doldurursan, hansın ki, yəni qalib olduqdan sonra bir formanı doldurmalısan ki, mən qalib oldum, bilirəm və bu mənim məlumatlarımdır. Yenidən elə bil lotereyanı dolduranda olan məlumatların bir başqa forması, biraz daha geniş formasını yenidən doldurursan. Yenidən doldurduqdan sonra gözləyirsiniz. Cut-off deyilən bir anlayış var. Yəni hər bir 2 ay öncəsində, yəni oktyabrın 1-dən dəvətlər gəlməyə başlayır. Yəni may ayında qalib olanlar oktyabrdan vizaya çağırılırlar. Təbii ki, sıra nömrəsinə uyğun olaraq.
Oktyabra çağırılmadan öncə avqust ayında ortalarında artıq katov açılır, katov bəlli olur. Yəni ilkin olaraq deyək ki, oktyabr ayında tutaq ki 5000-ə qədər olan adamlar çağırılacaqlar. Sıra nömrəsi 5000-ə qədər olanlar çağırılacaqlar. Və bu 5000-ə qədər olanlar çağırılma prosesi necədir? Deyək ki, o avqustun 15-də, 10-da, 15-də katov açıqlanır. Ondan bir həftə, 10 gün sonra hər kəsə mail gəlir. E-mail ünvanına mail gəlir ki, bəs siz dəvət almışsınız. Filan tarixdə səfirlikdə olun. Bundan sonra proses daha sürətli başlayır. Biz oktyabrın 7-sinə dəvət aldıq. Yəni katov açılanda biz katovda idik və ilk dəvət alanlardan biri də biz idik. İlk səfirlikdə viza müsahibəsinə gedən Azərbaycandan bir neçə adam vardı, onlardan biri də biz idik. Bu prosesdə dəvət aldıqdan sonra sənədlərin yığılması prosesi baş verir. Mən bu nüansları uzun-uzadı danışmayacağam. Niyə? Çünki burada müxtəlif aspektlər var, səfirliyin verdiyi sənədlər var. Yaxşı olar ki, hansısa bir konsultant şirkət üzərindən əməliyyatları həyata keçirəsiniz, daha sığortalı olasınız. Çünki bəzi nüanslar var ki, səfirliyin səhifəsində sənəd siyahısı var, amma ondan əlavə sənədlər istəyə bilir səfirlik. Bunu da o konsultantlar daim səfirliklə əlaqədə olduqları üçün daha detallı bilirlər. Yox, siz özə güvənirsinizsə, siz özünüz də eləyə bilərsiniz. Burada qeyri-adi heç bir şey yoxdur. Sadəcə səfirliklə əlaqə saxlamaq lazımdır ki, mən bu ilin qalibiyəm, bəs hansı əlavə sənədlər var, siyahıdan əlavə. İndi bilmirəm nə dərəcədə sizə o siyahıdan əlavə sənədlər haqqında məlumat verəcəklər, verməyəcəklər, amma normal prosedur olaraq verməlidirlər və siz həmən sənədləri toplayırsınız, sonra həkimdən keçirsiniz, yəni SOS klinikası da Azərbaycanda, harada ki Amerika viza almaq üçün, miqrasiya vizası almaq üçün müəyyən peyvəndlər vurulur. Düzdür, məbləği biraz böyükdür və biz Azərbaycanlılar hələ ki, yəni indi müəyyən şayələr var idi, nə bilim, gedəsiz Azərbaycanda veriləcək falan filan, amma hələ də Gürcüstanda bu prosesi həyata keçiririk. Miqrasiya səfirlikdə bizim miqrasiya şöbəsi yoxdur, amma Gürcüstanda var. Mən belə başa düşürəm ki, o səbəbdəndir. Və səfirlikdə çox bir neçə gün qabaq gedilir, hamımız eyni haldır, bir ya 2 gün qabaq gedirik, yerləşirik, bir gün istirahət edirik, sənədləri əlimizdə bir də test edirik, çək edirik, görək hamısını gətirmişik, gətirməmişik, nəsə birdən yaddan çıxar, Bakıda qalar falan. Və səhər gedirik səfirliyə, səfirlik normal prosedurdur, sıra ilə gözləyirsən, gedirsən, rüsumu ödəyirsən, sırada dayanırsan və konsul çağırır, konsulla qısa bir neçə suallıq müzakirələr baş verir. Yəni, ora niyə gedirsən, kimin yanına gedirsən, niyə filan şəhərə gedirsən. İndi bizim sənədlərdə elə bir qeyri-force major heç nə yox idi. Çünki Azərbaycan kənarda yaşamamışdıq. Azərbaycan kənarda yaşayanda biraz əlavə sənədlərə ehtiyac olur. Yaşadığın ölkənin məhkumluq falan belə şeylər. Bu detallar haqqında niyə məlumat vermirəm? Çünki bunlar hər an dəyişdiyinə görə, hər il üçün şərtlər dəyişdiyinə görə yaxşı olar ki, bunlar haqqında məlumatı internet üzərindən ya araşdırasınız, ya hansısa bir konsultasiya şirkəti ilə bağlı işləyirsinizsə, onlardan məlumat alasınız. Həmçinin qeyd edim ki, əgər kiminsə sualı yaranarsa, düzdür, hal-hazırda aktual deyil mənim bu danışdığım mövzu, çünki pauza var, bu il Green Card loteriyası oynanılmadı və s. Amma gələcək üçün indi bu videolar bu gün baxılması üçün deyil də. Ola bilər ki, kimlərinsə qabağına növbəti illərdə çıxar və həmən insanlar hər hansı bir sualı olarsa, hansı konsultasiya şirkəti ilə əlaqə saxlayaq, nə eləyək, nə ətər, kommentlərdə yazsalar, mən bildiyim qədəri ilə mənə kim köməklik göstərib, onlarla əlaqələndirə bilərəm sizi. Hal-hazırda aktual deyil deyəndə onlarla mənasız görürəm bu prosesi
bir hal-hazırdan onlara yönləndirməyim. Çünki hal-hazırda Green Card lotereyası yoxdur. Və bu səfirlikdə ya təsdiq alırsınız, 3 versiya var. Bir təsdiq alırsınız, bir ikinci qalırsınız yoxlamaya. Yəni hansısa sənədlərə çatışmazlıq olanda deyirlər ki, yoxlamaya qalırsınız. Alın pasportunuzu, filan sənədi gətirin, gətirsəniz pasportunuzu verirsiniz və sizə viza verilir. Üçüncü də imtina təbii ki, alma ehtimalı var. Bu əslində Green Cardda imtina alma səbəbləri individualdır. Necə individualdır? Məsəl üçün, hansısa bir səhv eləmisinizsə doldurarkən, hansısa bir sənədlər gətirməmisinizsə və yaxud yalan danışırsınızsa və yaxud hansısa bir sənədi əldə eləməmisiniz, amma səfirlikdə də yəni unutmuşsunuz, əldə eləməmisiniz yox, yəni bu mümkündür, bunun nəyə ehtiyac var, hansısa bir mübahisə yaradırsınızsa bu hallarda əsasən imtina alınır. Amma normal кейslərdə imtina alınmır. Mən öz praktikamı deyirəm. Niyə deyirəm, təkrar edirəm hər dəfə öz praktikamı? Çünki məndən sonraki dönəmdə səfirliyin tələbləri müəyyən qədər dəyişibdir. Bildiyim qədərilə hal-hazırda səfirlik iş təklifi, job offer istəyir Green Cardlılardan. Hansı məntiqlə istəyir bilmirəm, amma istəyir. Bu da bir fərqli nüansdır. Çünki adam Green Card qalibidir. Job offer olsaydı, iş Green Carddan getməzdi. Job offerla gələrdi, səfirliyə müraciət edərdi. Bəlkə də vizalarda çıxıb gedərdi. Yəni, belə Green Card qalibi olan şəxsin hamısının Amerikada çox yaxın tanışı və yaxud hansısa bir şirkət yoxdur ki, birbaşa onlara job offer göndərsin ki, qardaş biz səni oturub gözləyirik. Bu da biraz məntiqsizdir, amma hər halda hansısa bir məntiqə əsaslanırlar. Çünki Amerika o səfirliyin hər hansı bir qərarı bizə məntiqsiz görünsə belə, mən düşünürəm ki, istənilən qərar hansısa məntiqə dayanır. Və hal-hazırki proseslərlə əlaqədar ola bilər də ki, gəlmə şansı olanları azaltmaq məqsədi ilə və yaxud normal insanlar düşünürlər ki, normal insansa tapa bilər job offer, normal insan tapa bilər, bilmirəm, bəlkə o məntiqlə yanaşırlar. Amma hər halda bugünkü gün job offer istəyirlər, bu danılmaz bir faktdır. Bu viza aldıqdan sonraki proses təxminən 5 ay yarım müddətə siz ölkəni tərk eləməlisiniz. O nüansı deməyi unutdum. Siz viza aldınız, approve aldınız. Viza approve alandan sonra gedirsiniz evinizə, pasport orada qalır. 2 gün, 3 gün sonra müəyyən bəlli ünvan var, hara ki pasportları oradan götürürsünüz. Gedirsiniz, sonra yaxınlaşırsınız və orada əvvəlcədən sizin sorğunuz olur ki, mən buradan gəlib pasportumu götürəcəm. O səbəbdən gedirsiniz, həmən QR kodu göstərirsiniz, belə deyim. Müəyyən qeydiyyatınız var həmən müəssisədə. Onlar da sizə pasportunuzu təhvil verirlər. Bununla da siz Green Cardlı bir şəxs olursunuz. Yəni Green Card peçatı, vizası vurulmuş, miqrasiyon viza vurulmuş şəxs olursunuz. Hansı ki, Amerikaya gəldikdən müəyyən müddət sonra sizin poçt ünvanınıza Green Cardınız da əsli gələcəkdir. Bugün danışmaq istədiyim mövzu bura qədər idi. Xahiş edirəm, izləmədə qalın, videoları izləyin, dostlarınızla paylaşın. Çünki növbəti etapda düşündüyüm odur ki, bura gəldikdən sonra ilk addım nələri eləməlisiniz, hansı sənədləri, hansı sürətlə, tezliklə almaq mümkündür. Bura sürücülük vəsiqəsindən tutmuş, prava, ev kirayə eləməkdən tutmuş, SSN nömrəsi, Green Card'ın
gəldikdə hansı proseslər gedir, sığortaya müraciət eləmək və sair bunlar haqqında, hər biri haqqında ayrı-ayrı videolar çəkəcəm. Ola bilər ki, bəziləri biraz uzun olsun, bəziləri biraz qısa olsun. O da mövzunun gedişatından asılı olaraq müəyyən olunur. Yəni mən avtomatik olaraq bilmirəm. Əslində kamera qarşısında danışmaq çox çətin bir prosesdir. Bir də mən montajı falan çox güclü bacarmadığıma görə birbaşa directly danışıram və directly danışdığımı da yükləyirəm. Yəni heç bir montaj, studiya şəraiti, əlavə effektlər falan bunları bacarmıram, nə yalan deyim. Bacarsam da bəlkə də dəyişməz heç nə. Çünki belə birbaşa danışmaq daha mənə görə doğaldır, yəni təbiidir və düşünürəm ki, sizə də belə danışdığım halda daha çox informasiya ötürə bilirəm. Hansısa video başlıqları, nə bilim, wow effekti yaradacaq heç bir şey məncə ehtiyac yoxdur. Çünki Green Card qalibi olduqdan sonra zaten bu prosesləri keçəsiz və görəsiniz ki, proses özlüyündə o qədər də bəzi medialarda deyildiyi kimi fərqli, qeyri-adi, möcüzəvi deyil. Möcüzəvi olan odur ki, Green Card qalib olun, ən böyük möcüzə odur. Sonrakı proseslər öz axarı ilə gedən bir proseslərdir və qismətinizdə varsa, həqiqətən Amerikada olasınız, mənim kimi oturasınız, bəlkə də belə bir YouTube kanal açıb videolar paylaşasınız, kimlərəsə dəstək olasınız. Təşəkkür edirəm, izləmədə qalın, bəyənin, paylaşın, çox sağ olun.